Balakəndə sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı texniki avadanlığa çırpılıb. Sürücü və sərnişin xəsarət alıb. Bu hadisə bir daha göstərir ki, yuxulu halda avtomobil idarə etmək ciddi təhlükə yaradır. Sürücülər yorğun və yuxulu halda sükan arxasına keçməməlidirlər. Həmin görüntüləri təqdim edirik. 26.08.2026 il tarixində Bakı şəhərindən çıxmışam yola. Quberk İstirahət Mərkəzi istiqamətində ailəmin üzvlərindən biri idi. İstirahət Mərkəzinə, yəni Beyzdan arqa tərəfə gördüm, 11 kilometr qalmış. Bir anlıq, yuxuya bəlkə etmişəm, o da yoldaşım yanımda ayıq olduğunu götürüz küçülürdü. İdarə etməni itirmişəm. İdarə etməni itirib, minmişəm maşını o vəziyyətdə çıxartmağa çalışdığım zaman qabağımdan orada çıxdı. Bir də mümkün olmadı ki, sağa sola çəkdim ki, maşını çıxardım. Hadisə belə başlayır.